Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə Ağcanın Kədərli Hekayəsi adlı fransız nağılını danışacağam. Bir səhər sahibi Ağca adlı balaca ağ keçisini otlaması üçün bağçadakı müqabbaya bağlayanda heyvan belə dedi. Əziz sahibim, məni burax gedim dağlarda doyunca gəzim. Sən dəli olmusan? Məni qoyub dağlara getmək istəyirsən? Əgər kəndirin qısadırsa, uzada bilərəm. Yox, kəndir qısa deyil, amma mən boynumda kəndirsiz dağlara getmək, sərbəst şəkildə qaçıb oynamaq istəyirəm. Axmaq keçi. Sahibi qəzəbləndi. Sənin dünyadan xəbərin yoxdur. Ad canavarın dağlarda səni gözlədiyini bilmirsən? Keçən dəfə evdən qaçanda dostum Qızılcığın başına gələnləri tez unutdum. Bütün gecəni canavarla boğuşmasına baxmayaraq, səhər ona yem oldu. Öz aqibətinin də belə olmasını istəyirsən? Qızılcığın başına gələnlərə çox kədərləndim, amma mən dağlar üçün çox darıxıram. Nə qədər istəyirsən, darıq. Sahibi cavab verdi. Axşam Ağca yenə qaçmağa çalışdı. Açıq pəncərədən tullanıb, səhərə yaxın dağlara qaçdı. Dağlardakı hündür ağaclar Ağcanın gözəlliyinə heyran qaldılar. Budaqlarını ona tərəf əydilər. İtburnu kolları onu ən gözəl meyvələrinə qonaq etdilər. Ağca yaşıl quzu qulaqlarının, yoncaların, lalələrin arasında doyunca hoppanıb düşdü. Dağların ecazkar gözəlliyinə valeh oldu. Çayların saf sularında yuyundu, günəşin şüaları altında tüklərini qurutdu. Axşama doğru soyuq külək əsməyə başladı. Dağlara duman çökdü. Yamacdakı kəndin üstü buludlarla dolu idi. Ah, necə də pis oldu. Axşam düşdü. Ağca təəssüfləndi. Aşağıda örüşdən qayıdan sürüdəki qoyun və keçilərin boynundakı zınqrov səsləri onların evə döndüyünü xəbər verirdi. Dağın zirvəsində bir qartal uçmağa başladı. Birdən canavarın səsi eşidildi. Ağca kəndə doğru qaçmağa başladı. Amma tövləni cansıxıcı, qaranlıq və zindan kimi həyatını düşünəndə dərhal fikrindən daşındı. Artıq məhbus həyatı istəmirəm, öz-özünə dedi. Canavar isə getdikcə yaxınlaşırdı. Birdən Ağca canavarı düz qarşısında gördü. İri dişləri və iti caynaqlı pəncələri olan canavar qabağında durub gözlərini ona zillədi. Balaca, cəsur keçi tez başını yelləyib buynuzları ilə özünü qorumağa çalışdı. Canavarın 20 dəfə geriyə çəkilməsinə nail olsa da, canavar yenə hücum çəkirdi. Artıq Ağcanın gücü tükəndi. Bircə səhəri görə bilsəydim, heç olmasa qığılcıq kimi, mən də səhərə kimi sağ qala bilsəydim. Keçi saatları sayırdı. Yorğun və əldən düşmüş Ağca canavara məğlub olacağını hiss edəndə birdən dağların ardından günəşin qızıla çalan şəfəqləri göründü. Günəşi görəndə sanki Ağcanın dizlərinə güc gəldi. Cəld irəliyə sıçrayıb iti buynuzlarını canavarın qarnına batırdı. Geriyə çəkilib təkrar hücuma başladı ki, yaralı canavar zingildiyə-zingildiyə qaçıb getdi. Azadlığı həyatından çox sevən bu balaca, mehriban Ağca keçi o gündən sonra dağlarda azad, qorxusuz və xoşbəxt həyat sürdü. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.